Alo. Bəli, Fuaddır. Zidane əmi sənsən? Başı sağ olsun da, başı sağ olsun. İndi sənin oğlun da 100 gol yedi Messidən, canı sağ olsun da. Kimin başına gəlməyib ki? Necə? Başa düşmədim. Infantino? Hə, Messinin yerinə Infantino oynayırdı. Yaxşı da. Dəqiq məlumatdır bu. Nəyə görə soruşuram deyəndə ki, indi çəkilişə başlayıram. Yəni mən bunu izləyicilərə deməliyəm. Mən də deyirəm axı. Mən də deyirəm axı, niyə Messinin boyu biraz hündür görsənir? Deməli Infantino oynayırmış onun yerinə. Ay səni keçəl fantamaz. Sağ ol Zidane əmi, çox sağ ol. Öpürəm səni, çox sağ ol. Neyirsən ki ona? Çəkirsən, hə? Yaxşı da. Allah eləmə. Dostlar, hər birinizi salamlayıram. Fıdı Futbol kanalına xoş gəlmisiniz. Bugün biz Barselonadan danışacağıq, Real Madriddən danışacağıq və ən əsas məsələ Allahın lütfündən və Allahın cəzasından danışacağıq. Uşaqlar, tüklərim bizdir. Gecə yatmamışam. Artıq 20 saatdan çoxdur ki, oyağam. Dünən Fransa-Senegal oyununa baxdım. Norveç-İraq oyununa baxdım və sonda Argentina-Əlcəzair oyununa baxdım. Hamısına başdan ayağa baxmışam. Və gözümə yuxu getməyib. Yorğunam, boynuma alıram. Ola bilsin hardasa nəsə səhv dedim, sözləri səhv dedim, nə bilim adları səhv dedim, nəzərə alın. Doğrudan da çox yorğunam, amma çalışıram ki, bunu biruzə verməyim. Başlayaq brat. Nədən danışaq? Argentinadan danışaq, yoxsa İspaniyadan danışaq? Gəlin birinci İspanlardan danışaq. Özünüz də bilirsiniz ki, mən İspaniya millisinin azarkeşiyəm və istəyirəm ki, İspaniya millisi 2026-cı il Dünya Kubokunun qalibi olsun. Amma bu oyunla çətin. İndi mən ağlamaq istəmirəm, indi mən negativ enerjiyə bürünmək istəmirəm, amma bu İspaniya mənim gözlədiyim İspaniya deyil. İlk növbədə onu bildirmək istəyirəm ki, Nico Williams və Lamine Yamalsız İspaniya millisi bax budur. 0. Ya bunu səhv anlamayın, bu 0 işarəsidir. İkinci növbədə Rodri. De La Fuente'yə gözəl bir sual verə bilərdim. Mövsümün yarısını zədə səbəbindən buraxan oyunçunu nəyə görə əsas heyətdə oynadırsan? İkinci sual. Mövsümün yarısını zədə səbəbindən buraxan oyunçunu nəyə görə oyuna salırsan? Söhbət Mikel Merino'dan gedir. Nəyə görə Jeremy Pino'nu oyuna salmırsan? Nəyə görə Dani Olmo'nu startda oynatmırsan? Nəyə görə Gavi'ni winger kimi oynadırsan? Oyarzabal və Ferran Torres haqqında danışmayacağım. Hər şey göz qabağındadır. Oyarzabal elə bir antirekorda imza atıb ki, bu antirekorda hətta Azərbaycan millisinin oyuncusu belə imza ata bilməzdi. Mikel Oyarzabal 1966-cı ildən bu yana keçirilən dünya çempionatlarının oyunlarında ilk 30 dəqiqədə topa toxunuş etməyən ilk oyuncu oldu. Bu biabırçılıqdır. Bu milli komanda Capo Verde'yə qarşı oynayır. Almanya millisinə qarşı oynamır. Fransa millisinə qarşı oynamır. İtaliya millisinə qarşı oynamır. Yox, İtaliya millisinə qarşı oynayamaz axı. Onlar Dünya Kuboku nədir bilmirlər. Okey. Azərbaycan millisinə qarşı oynamır ki, Oyarzabal topa toxunuş edə bilməsin. Capo Verde. Sözüm yoxdur. Ferran Torres. Gözəl bir şərh oxumuşdum. Dostumuzun biri yazmışdı ki, Mikel Oyarzabal'a baxıb Ferrana şükür etdim. Vallahi şükür ediləsi halımız yoxdur.
Ən azından Mikel Oyarzabal Barcelona oyunçusu deyil. Amma Ferran Barça oyunçusudur və Ferran növbəti mövsüm Barçada ola bilər və böyük ehtimalla da olacaq. Yəni çəkəcəklərimiz var dostlar, çəkəcəklərimiz var. Səbirli olun, Carvalho'nuzu alın, gözləyin. Ferran Torresin yerinə yetirə bilmədiyi o epizod, gol vura bilmədiyi o epizod heç prosta nonsens. Yəni mənim sözüm yoxdur. No comment. Bu hallar hər bir oyuncu ilə baş verə bilər. Hər bir oyuncunun başına belə hadisələr gələ bilər. Burada problem yoxdur. Bu futboldur, insandır, bu robot deyil. Amma əgər belə şeylər davamlı olaraq təkrar olunursa, burada problem var. Mən bilmirəm, Ferran Torresdə bəxtsizliyi var, Ferran Torresə kimsə caudu eləyib, sevgilisindən ayrılıb qaynanası ona caudu eləyib ki, sən gün görməyəsən bala. Nə bilim, nədir, bəlkə bibiləri ona caudu eləyib, gəlib qapılarına qurd yağızar sürtüblər, anlaya bilmirəm. Adam nə qədər epizod qaçırdar, adam nə qədər 100%'lıq epizod qaçırdar. Bu artıq, yenə də təkrar edirəm, nonsensdir, yəni bu olmamalıdır belə bir şey. Və bu oyuncu Villarreal'da, Real Sociedad'da, Atletic Bilbao'da və yaxud Crystal Palace'da oynamır. Bu adam Barcelona'da oynayır. Amma adam elə oyunlarda elə over performans göstərir ki, bəzi izləyicilər qayıdıb deyirlər ki, Ferrana güvənmək lazımdır. Valla, məncə Ferran Torres ona olan bütün güvən kreditini artıq istifadə edib. Mən belə düşünürəm. Ümumən İspaniya millisindən danışırıqsa, onu deyə bilərəm ki, heç bir oyuncu formada deyil. Biz bunu gördük. Əgər siz Türkiyə-Avstraliya oyununa baxmamısınızsa, ərinib səhər durub baxmamısınızsa, belə deyim. İspaniya Capo Verde oyununa baxaraq eyni şeyləri görə bilərsiniz. Eynən, copy-paste olunan oyunlardır. Bir tərəf tam müdafiə olunur, ideal şəkildə. Bir tərəf isə yalandan topu o iz atır, bu iz atır. Sadəcə olaraq Capo Verde'nin Avstraliyadan fərqi onda oldu ki, onlar gol vura bilmədilər. Daha doğrusu, İspaniya millisinin fərqi onda 10 oldu ki, Türkiyə millisinin müdafiəçiləri kimi Angava deyirlər. Bu qədər sadə. Yəni, İspaniya millisinin müdafiəçiləri daha təcrübəli və daha peşəkar olduqları üçün Copa Verde'dən gol buraxmadılar. Əks halda 100% deyirəm, Copa Verde gol vurardı. No comment. No comment. Llorente özünü bizə artıq sağ cinah müdafiəçisi kimi tanıdıb. Atletico Madriddə gözəl işlər görür. Ciyərsiz bir oyuncu kimi görürəm mən onu. Amma bəzən ciyərsiz olmaq hər şey deyil. Daha prioritet şeylər var futbolda. De La Fuente nəyə görə Carvajal milliyə çağırılmadı? Mövsümün yarısını zədəyə görə buraxdı deyənə? Okey. Bəs Rodri nəyə görə çağırıldı? Bəs Merino nəyə görə çağırıldı? Bunu kim açıqlaya bilər? Mən açıq deyəcəm. Llorente'nin, Porro'nun cəm halı Carvajal'ın bir ayağına dəymir. Yəni Carvajal'ın bir ayağı, Carvajal'ın zədəli ayağı, Carvajal'ın görməyən halı belə Porro və Llorente'nin ikisinin cəm halından üstündür. Razıyam. Carvajal mövsümün yarı hissəsini buraxdı və yaxşı formada deyildi. Amma bir mental lider olaraq, bir təcrübəli lider olaraq Carvajal bu millidə olmalıydı. Nəyə görə çağırılmadı? Mənə fərqi yoxdur, Real Madrid oyuncusudur, Atletico Madrid oyuncusudur, Villarreal oyuncusudur, Barcelona oyuncusudur. Mənə fərq etmir. Mən istəyirəm ki, İspaniya millisi uğurlu olsun. Mən İspaniya millisinin azarkeşiyəm. Barcelona'nın azarkeşi deyiləm. Bəlkə də İspaniyanın belə oynamasının başlıca səbəblərindən biri də heyətdə Real Madriddən bir oyuncunun olmasıydı. Təbii ki, bu bir zarafatdır. Bəli, Marc Cucurella artıq Real Madridin oyuncusudur və Real Madrid onu 60 milyon avro qarşılığında Chelsea'dən transfer etdi. Və bu transferdə udan Barcelona oldu. Çünki Barcelona bu transferdən 1,6 milyon avro gəlir əldə edəcək. Ona görə ki,
Barcelona oyunçunu yetişdirib, böyüdüb, ortalığa çıxarıb. Şəxsən Kukurelyanın Real Madrid transfer olması mənə bir o qədər də təsir etmir. Bəli, Barcelona oyunçu ilə maraqlanırdı. Amma hər hansı səbəblərə görə Barcelona-dan imtina edib bəlkə də Real Madrid onu qabaqlayıb. Bu mənə önəmli deyil. İndi Barcelona haqqında çox danışmaq istəmirəm və onun transfer politikası haqqında çox danışmaq istəyirəm. Az sonra bu haqda danışacağıq. Real Madrid azarkeşlərini təbrik edirəm. Kukurelya uğurlu olar inşallah. Lamine Yamal Capo Verde ilə oyunda 70-ci dəqiqədə oyuna daxil oldu və bir ümid verdi bizə, azarkeşlərə, məşqçilər heyətinə. Adam girdi oyuna, 1-2 dribling, möhtəşəm ötürmə, Olmoya möhtəşəm ötürmə verdi Lamine Yamal və Olmo həmin topu ötürdü Ayarzabalə və Ayarzabal topu vurdu oyunçunun belinə. Dəlişə hamınız özünüz yaxşı bilirsiniz. Nəysə. Lamine Yamal zədədən qayıtdı və Lamine Yamal bir o qədər də pis oynamadı. Amma Lamine Yamallı, necə deyim, Lamine Yamalın daha doğrusu bəzi şeyləri məni yenidən narahat edir. Nə məsələ? Bəli, civi məsələsi. Lamine Yamal özünə yeni civi tapıb. Xeyirli olsun, başımız sağ olsun dostlar. Lamine Yamal təzə balaşqası ilə gəzir və Lamine Yamal sevgililərini daha tez-tez dəyişir, nəinki mən öz alt paltarımı. Mən açıq deyəcəm bunu. Və bu məni narahat edir. Mən Lamine Yamalda çox böyük perspektiv görmüşəm. Mən Lamine Yamalda çox böyük potensial görmüşəm. Əlbəttə ki, bunu siz də görmüsünüz. Amma Lamine Yamalın futboldan kənar həyat tərzi məni az da olsa narahat edir. Çünki bu oyuncu hələ gəncdir. Bu oyuncu çox gəncdir. Və o futbola fokuslanmalıdır. Biz hamımız çox gözəl bilirik ki, Lamine Yamalın kumiri Neymardır. İndi ortaya belə bir sual çıxır. Neymar nümunə götürüləsi bir insandır, yoxsa yox? Əlbəttə ki, yox. Neymar möhtəşəm istedada sahib idi. Neymar möhtəşəm bir oyunçu idi və daha da böyük yerlərdə ola bilərdi. Amma gecə həyatı, pula olan sevgisi, qızlar, mızlar, xalaşqalar, balaşqalar onu hal-hazırda bu vəziyyətə saldı. Bəzi mənbələrə görə Lamine Yamal İspaniya millisindən xahiş edib ki, sevgilisi ilə ona ayrıca otaq versinlər oteldə. Balam gecə divijen eləmək istəyir, biraz enerji atmaq istəyir, hiss olunur. Əslində burada bir pis bir şey yoxdur. Gənc oğlandır, testosteronlu bir oğlandır və bu normal bir şeydir. Amma hər şeyin həddi var. Hər şeyin həddi var. Lamine Yamalda mən Messi potensialı görmüşəm. İndi üstümə doluşacaqlar. Qaqa, Messi hara, Lamine Yamal hara? Razıyam. Lamine Yamal Messinin baş barmağı belə ola bilməz. O başqa məsələ. Amma Lamine Yamalda eynən Messi kimi Barcelonanı tək daşıma potensialı var. Bu tam başqa bir şeydir. Biz bunu görmüşük. Və Lamine Yamalın qeyri-stabil həyat tərzi məni az da olsa qorxuzur. Və istəyərəm ki, Lamine Yamal özünə nümunə Neymarı yox, Messini görsün. Əlbəttə ki, bu məndən asılı deyil və yaxud sizdən asılı deyil. Bu sırf olaraq Lamine Yamalın özündən asılıdır. Əgər Lamine Yamal böyük oyuncu olmaq istəyirsə, adını futbol tarixinə qızıl hərflərlə yazdırmaq istəyirsə, mütləq şəkildə Messidən nümunə götürməlidir. Başqa variant yoxdur. Belə dostlar. Alvarez transferi nə oldu? Nə? Alvarez transferi nə oldu? Kamran qardaşımsan, Alvarez hayında deyiləm. Onun adını çəkmədə başıma dönüm. Atletico Madrid yadıma düşür. Sən Allah, adını çəkmə onun. Birazdan danışacağam. Alvarez haqqında eşitmək istəsənsə birazdan danışacağam. Səbirli ol. Argentina millisi. Mən bilmirəm nə deyim. Mən şokdayam. Mən bilmirəm öz fikirlərimi, öz sözlərimi necə ifadə edim. Messi dəlidir. Messi manyakdır. Messi təkdir. Messi quatdır. Messi bir dənədir. Ondan yoxdur. Nə bilim, nə deyim? Yəni yoxdur da bu adamdan. Bu adamdan gəlməyib və gəlməyəcəkdi. Mən şokdayam. Vallah deyirəm, mən bilmirəm öz fikirlərimi necə ifadə edim. Mənim bu səhər gördüklərimi və sizin bu səhər gördüklərinizi ancaq Messini sevən və Messi azarkeşlik edən şəxslər başa düşə bilər. Adamın sabah bir gün 39 yaşı olacaq.
Adam MLS-də oynayır. Adama lağ eləyirlər ki, gedir orta səviyyəli, aşağı səviyyəli oyunçulara qol vurub sevinir. Amma buna rəğmən gəlir Dünya Kubokuna ilk oyununda möhtəşəm xət-trik edir. Möhtəşəm. Vurduğu hər bir qol biri-birindən gözəldir. Vurduğu birinci qol. Bir anlıq biz Prime Messi dönəminə qayıtdıq. Bir anlıq biz Barcelonadakı Messini gördük. Vurduğu ikinci qol. Primitiv Messi qolları, primitiv Messi qolları. Bəli, bu primitiv ola bilər, amma o qolun vurulması, o qola gedən yol möhtəşəmdir. Çünki biz bunu illərlə də görürük. İllərlə dəyişməyən bir şey var. Messi stabildir. Onun kimisi gəlməyib, onun kimisi gəlməyəcək. Lionel Messi hat-trick etməklə dünya kuboklarında qollarının sayını 16-ya çatdırdı və Miroslav Klose ilə bərabərləşdi. Və bu o deməkdir ki, Messinin vuracağı növbəti bir qol onu şəriksiz lider edəcək. Yaxşı ki varsan Messi, yaxşı ki bizə qismət olub səni izləmək. Yaxşı ki biz səni izləmişik, yaxşı ki biz səni görmüşük. Yaxşı ki sən bizə bu futbolu sevdirmisən. Və yüzlərlə, minlərlə, milyonlarla insan sənin əməyini aşağılamaq istəyir. Messinin gördüyü işləri aşağılayırlar. FIFA ilə əlaqələndirirlər, Infantino ilə əlaqələndirirlər. Valla o bəhanələr girmir artıq. Heç nə girmir. Hər şey göz qabağındadır. Hər şey göz qabağındadır. Lionel Messi saf bir istedaddır. Lionel Messi Dünya Kubokunun finalından öncə McDonald's-da oturub burger yeyə bilər və finala çıxıb möhtəşəm işlər görə bilər. Amma onun ən yaxın rəqibi Cristiano Ronaldo illərlə məşq edir. İllərlə dayanmadan məşq edir. Qidasına fikir verir, rasionuna fikir verir, yuxusuna fikir verir. Bu çox gözəldir. Mən bunu Cristiano Ronaldo'da bəyənirəm. Bu əla bir şeydir. Amma Messi istedadını göstərir. Messi heç nə etməyərək, gəzərək qol vura bilər. Messi gülə-gülə, nə bilim, topa baxmayaraq nəsə edə bilər. Və maraqlısı da odur ki, bunu yalnız o edə bilər. Və artıq burada bütün diskusiya bağlanır. Yəni onun edə biləcəyini edə bilən ikinci bir oyunçu yoxdur. Argentina millisi bu qələbə ilə bütün favoritlərə göstərdi ki, biz bura Amerika turuna gəlməmişik. Biz bura titulumuzu qorumağa gəlmişik. Favoritlər arasında ən gözəl futbol oynayan iki komandadan biri oldu Argentina. Digəri isə əlbəttə ki Almaniyadır. Nəzərə alsaq ki, Almaniyanın rəqibi də bir o qədər güclü deyildi. Curaçao komandası idi. Fransanı da bura əlavə edə bilərik. Fransa Senegala qarşı birinci hissədə bir o qədər də normal futbol oynamasa da ikinci hissədə özünə gəldi. Bu öz yerində. Amma Argentina göstərdi ki, bu heyətlə, bu qocalarla, bu ağsaqqallarla turnirin əsas favoritlərindən biridir. Gəlin Portuqaliya və Argentina millilərini müqayisə edək. Mən futbola baxandan, dünya kuboklarını izləyəndən həmişə görmüşəm ki, Portuqaliya millisinin heyəti daha keyfiyyətli və daha güclü olub nəinki Argentina millisinin heyəti. Bilmirəm, bu fikrimlə razılaşacaqsınız yoxsa yox. Amma mən belə düşünürəm. Gəlin elə bu dünya kubokuna baxaq. Sadə pozisiyalara baxacağam. Argentina millisinin müdafiə xətti və Portuqaliya millisinin müdafiə xətti. Montiel, Lisandro Martinez, 1 ay var, 5 ay yoxdur. Təzə müdafiəçisi var idi, adı yadımdan çıxdı, sol cinah müdafiəçisi, adı nə idi onun? Nəysə, şərhlərdə yazarsınız. Ehtiyatda Tagliafico. Tagliafico mənim babamla yaşlıdır. De Paul, Otamendi,
Portuqaliyanın heyətini deyim mən. Yarım müdafiə xəttini desən bəsdir. Vitinha, João Neves, Bruno Fernandes. Mövqelərinin ən yaxşılarıdır sizə görə. Və əgər Portuqaliya bu heyətlə Dünya Kubokunu qazana bilməsə, bu onlar üçün absurd və biabırçılıq olacaq. Bu heyətlə Portuqaliya azı yarım final görməlidir. Variantı yoxdur. Argentina isə rahatdır. Amma yenə də fikirləri tituldadır. Lionel Messi göstərdi ki, o hələ qocalmayıb. Rəqəmlər çox şey deyə bilər, amma onun meydanda dedikləri tam başqadır. Yaxşı ki, biz Messini izləmişik. Yaxşı ki, mən belə futbolçuna azarkeşiyəm. Yaxşı ki, Messi Barcelonada oynayıb. Yaxşı ki, nə bilim, çox şey deyərəm. Heyf ki, Messi ilə biz yaxşı şəraitdə ayrıla bilmədik. Nə bilim, valla, yəni bəzən pis oluram ki, bu Lionel Messinin son Dünya Kubokudur. Biz artıq Lionel Messinin oyunlarını görə bilməyəcəyik. Biz o həzzi yaşaya bilməyəcəyik. Amma 20 ildir ki, o bizə bu həzzi yaşadır. Və yaşatdığına görə ona təşəkkür edirəm. Yaxşı ki, Allah bizə belə bir futbolçu yetirib və onu bizim zamanımıza, bizim dövrümüzə yetirib. Ən önəmlisi budur. İndi bəzi dostlarımız elə bilərlər ki, mən Cristiano Ronaldonu aşağılayıram və yaxud onu Goat kimi görmürəm. Mən açıq deyəcəm, bəli, mən onu Goat kimi görmürəm. Goat nə deməkdir? Greatest of all time. Yəni bütün zamanların ən yaxşısı. Ən yaxşıları demir, ən yaxşısı. Əlbəttə ki, burada bir nəfər olmalıdır. Burada ikinci nəfərə yer yoxdur. Burada obyektivliyimi, subyektivliyimi qoyuram bir kənara. Və Barcelona azarkeşi olmağım da artıq burada önəm daşımır. Mən futboldan həzz almaq istəyirəm. Futbol bəzən rəqəmlər deyil. Futbol bəzən həzdir. Futbol bəzən gözəllikdir. Və bu gözəlliyi bizə Messi verir. Messinin verdiyi gözəlliyi hələ heç bir oyuncu verməyib. Amma əgər rəqəmlərlə danışmaq istəyirsinizsə, gəlin rəqəmlərlə danışaq. Statistika manyakları, xoş gəlmisiniz. Verilişin bu hissəsi sırf sizin üçündür. Cristiano Ronaldo'nun Dünya Kubokundakı statistikasına baxsaq, bizə elə gələr ki, bu Temudan gələn Ronaldo'dur. Ronaldo'nun ən ideal Dünya Kuboku 2018-ci ilə təsadüf edir. 4 qol. Qalan bütün Dünya Kuboklarında adam cəmi bir qol vurub. Nəyə görə? Nəyə görə Cristiano Ronaldo'nun statistikası belə zəifdir? Açıqlayın zəhmət olmasa. Statistika manyaklarına səslənirəm. Bu normal bir şeydir. Ola bilər ki, Cristiano Ronaldo Dünya Kuboklarında bir o qədər də yüksək səviyyədə oynaya bilməyib. Bu normal bir şeydir. Ona qalsa Çempionlar Liqasında Cristiano Ronaldo'nun qol sayı Messi'dən daha çoxdur. Amma Dünya Kubokunda elə deyil. Yəni sözümün canı odur ki, statistika manyakları hər şeyi statistika ilə ölçməyin. Hər şey rəqəmlər deyil. Futbol bəzən gözəllikdir. Futbol bəzən individual keyfiyyətlərdir. Cristiano Ronaldo'nu aşağılamıram. Amma Cristiano Ronaldo futbol tarixinə gəlmiş ən güclü qolçudur. Ən güclü hücumçudur. Bunu qəbullanıram. Amma Cristiano Ronaldo dünya futboluna gəlmiş ən güclü oyuncu deyil. Buna paxıllıq da deyə bilərsiniz. Buna abijniklik də deyə bilərsiniz sizin dilinizdə. Amma mən olanları deyirəm. Futboldan az da anlayışı olan insan, az da futbolu sevən insan, futbola maraq göstərən insan çox gözəl bilir ki, Lionel Messi və Cristiano Ronaldo münaqişəsi və mübahisəsi yersizdir. Cristiano Ronaldo'nun ən böyük uğuru Lionel Messi ilə müqayisə olunmasıdır. Bəzi izləyicilər mənə sual verirlər ki, Fuad, Pedri və Vitinha haqqında danış. Hansı daha güclüdür? Hansını daha çox sevirsən? Çox gözəl sualdır və eyni anda çox çətin sualdır. Pedri və Vitinha hal-hazırda dövrümüzün ən güclü yarım müdafiəçilərindəndir. Amma əgər biz bunların arasında birini seçiriksə, burada nüanslar var. Mənə görə Pedri futbolu bizə tam başqa cürə sevdirir. Mən oturaram,
saatlarla, günlərlə Pedrinin oyununa baxıb orqazm yaşayaram. Deyirəm, ayda bu adam neynir? Bu adam necə dönür? Bu necə top saxlamaqdır? Bu necə hərəkətlərdir? Amma Pedri nə etmir? Pedri risk etmir. Bax, Pedri'də sevmədiyim budur. Əgər top səviyyəli, elit səviyyəli yarım müdafiəçi olmaq istəyirsənsə, elit səviyyəli oyuncu olmaq istəyirsənsə, risk etməyi bacarmalısan. Necə ki bunu Andres Iniesta edirdi. Hal-hazırda Andres Iniesta'nı Pedri ilə müqayisə edirlər. Pedri'ni Iniesta ilə, Xavi ilə. Pedri möhtəşəmdir, amma hələ ki onların səviyyəsində deyil. Hələ ki o Iniesta və Xavi levelində deyil. Biz bunu hamımız görürük. Onları fərqləndirən, onları digər yarım müdafiəçilərdən fərqli görən onların risk etməsi idi. Amma Pedri'də bu yoxdur. Və bu Pedri üçün böyük problem ola bilər. Və Pedri'nin digər zəif cəhəti. Pedri 90 dəqiqə futbol oynaya bilmir. Əlbəttə, İspaniya futbolu fiziki güc üzərində qurulmayıb. Bunu hamımız çox gözəl bilirik. Texnika, ötürmələr, cəld düşünmə, rusların bir sözü var, skоростное мышление. Yəni İspan futbolu bunun üzərində qurulub. İspaniya futbolu heç vaxt belə gigant yarım müdafiəçilər yetişdirməyib. İndi Rodri yetişib, bu bir istisnadır. Tək-tük hallarda belə bir şey olur. Yəni İspaniya futboluna gəlmiş ən yekə belə yarım müdafiəçini Marco Senna'nı mən misal çəkə bilərəm və Busquetsi misal çəkə bilərəm. Onlar da belə qabaritli yarım müdafiəçilər deyildi. Amma İspaniya futbolu bunun üzərində qurulmayıb. İspaniya futbolu texnika və düşüncə üzərində qurulub. Amma günümüzdəki futbol belə işləmir. Günümüzdəki futbol tam başqa şeyləri tələb edir. Artıq fiziki güc də önəmlidir. Əgər sən Flick kimi bir baş məşqçinin komandasında oynayırsansa, fiziki güc önəmlidir. Pedri'də bu yoxdur. Pedri 60-cı dəqiqədən sonra sönür. Və Pedri'nin ən belə pis cəhətlərindən biri odur ki, Pedri böyük oyunlarda itir. Çox təəssüflər olsun ki, Pedri böyük oyunlarda itir. Bunu düzəltsə, dediyim bu nüanslar üzərində işləsə və artırsa, Pedri dünyanın ən yaxşı yarım müdafiəçisi ola bilər. Gəldik Vitinha'ya. Vitinha hal-hazırda Paris Saint-Germain'də oynayır, özünüz çox gözəl bilirsiniz və əlbəttə ki, onun yanındakı olan komanda yoldaşları Pedri'nin komanda yoldaşlarından daha keyfiyyətli və daha elit oyunculardır. Amma Vitinha şəxsi keyfiyyətlərinə görə bəzi nüanslarda Pedri'ni qabaqlayır. Bu ilk növbədə fiziki göstəricisidir. Belə deyim, yəni bu şərəfsizin ciyəri yoxdur da dostum. Yəni açıq deyək, indi bu sözü mən normal mənada deyirəm, yəni təhqir mənasında demirəm, şirinlik mənasında deyirəm. Yəni bu adamın ciyəri yoxdur. Bu adam 90 dəqiqə dayanmadan qaça bilir. Və ona görə Vitinha PSG-də fərq yarada bilir. Vitinha Pedri kimi kreativ deyil. Vitinha Pedri kimi belə estet deyil, sehirbaz deyil. Amma Vitinha işləyəndir. Vitinha rabatyagadır. Vitinha dayanmır. Vitinha oradadır, buradadır. Kontrol edir, skan edir, risk edir. Bax, budur Vitinha'nı az da olsa günümüzdə Pedri'dən üstün tutan. Və ən əsas nüans. Vitinha böyük oyunlarda itmir. Böyük oyunlarda itmir. Günümüzdə böyük oyunlarda nəticə vermək, özünü göstərmək mütləqdir. Mütləq. Amma əgər mən seçim arasında qalıramsa və bir nəfəri seçməliyəmsə, təbii ki bu Pedri'dir. Nəyə görə? Çünki mən futbola gözəlliyə görə baxıram. Mən o futboldan həzz almaq istəyirəm və Pedri o gözəlliyi bizə verir. Və dediyim o nüanslar üzərində işləsə, dediyim o problemləri aradan qaldırsa, Pedri dünyanın ən yaxşı yarım müdafiəçilərindən biri ola bilər. 100%. Kamranı hamınız tanıyırsınız artıq, background da olsa belə artıq məndən məşhurdur və buradan ona təşəkkür etmək istəyirəm. Mənim əziyyətimi, mənim nazımı çəkir, belə gözəl videolar hazırlayır. Əlləri, qolları var olsun. Bayaq özü də məndən soruşdu ki, Alvarez'in axırı nə olacaq? Danışaq biraz Alvarez'dən dostlar. Barcelona Alvarez üçün son şansını dənəyəcək, türklər demiş. Barcelona Alvarez'ə 135 milyon avro plus 15 milyon bonuslar təklif edəcək. Daha doğrusu Atletico Madridə. Atletico Madrid Real Madridin 150 milyonluq təklifini rədd etdi. Barsanın 135 milyonluq təklifini qəbul edəcək? Məncə yox. Və
Mən şərhləri oxuyuram. Bəzi dostların şərhlərini oxuyuram, izləyicilərimizin. Görürəm ki, hamı Alvarezdən soyuyub. Düzün desəm mən də soymuşam dostlar. Mən də soydum. Çox uzandı bu məsələ. Bu məsələ sizə Nico Williams məsələsini xatırlatmır. Eynən həminki söhbətdir. Qırsaqqız kimi uzanır, elə dartdıqca uzanır bu məsələ. Bəlkə bu məsələnin başını buraxaq. Alvarez möhtəşəm oyunçudur. Alvarez çox gözəl oyunçudur və Barselonaya günümüzdə çox gözəl oturardı. Amma 150 milyon Alvarezə verməyi mən risk görürəm. Bu söhbətlərdən sonra, bu qalmaqallardan sonra Alvarezin Barsada belə uğurlu olacağını artıq düşünmürəm. Çünki çox belə məsələ uzandı. Niyə? Və burada artıq hər şey Alvarezdən asılıdır. Qardaş, gəlmək istəyirsən Barselonaya, Atletico Madridə təzyiq görsət. Gəlmək istəmirsən, sağ-salamat avtobus komandasında sənə uğurlar. 4 ildən bir, 3 ildən bir La Liga titulu qazanarsan, Allah'a şükür edərsən. İndi bəziləri deyə bilər ki, Fuad, titulun buna nə dəxli var? Əsas komandaya sevgidir. Razıyam. Hər bir futbol azarkeşi öz komandasını titullarına görə sevməyib. İndi 15 yılı deyən Real Madrid azarkeşlərini bu məsələyə qatmıram. Onlar specialdır. Hər birimiz öz sevdiyimiz komandanı hansısa bir mənəvi dəyərinə görə sevmişik. Oyun üslubuna görə sevmişik. Hansısa gözəl bir tarixinə görə sevmişik. Amma Atletico Madridi nəyinə görə sevəsən? Nəticələri yoxdur, uğurları yoxdur. Onlar problem deyil. Bu demək deyil ki, Atletico Madrid həmişə kubok qazanmalıdır. Yəni onu sevənlər onu kuboklarına görə sevməməlidir, razıyam. Amma seviləsi bir şey də yoxdur axı. Oyununa görə də adam deyə bilmir. Yəni hansısa Atletico Madrid azarkeşi gəlib mənə desə ki, mən Atletico Madridi oyununa görə sevmişəm. What? Nə? Oyununa görə məzələnirsən sən. Bavariya azarkeşi gəlib desə ki, mən Bavariyanın oyununa görə sevmişəm. Bavariyanın dominasiyası olub, Bavariyanın dönəmləri olub ki, adam dəli olurdu. Real Madridin əks hücum futboluna görə sevmişəm. Deyirəm, okey, düz deyir. Real Madridin əks hücum sistemli futbolu möhtəşəm idi. Barcelona tiki-takaya görə sevmişəm. Deyirəm, okey. Atletico Madriddə nəyə sevə bilərsən? Anlaya bilmirəm. Bradley Barcola. Barcelona Bradley Barcola üçün 50 milyon avro ödəməyə hazırdır. Yayılan bəzi məlumatlara görə Paris Saint-Germain də Bradley Barcolanı satmaq istəyir. Nəyə görə? Çünki Bradley Barcola özü getmək istəyir. Bradley Barcola artıq görür ki, o yetişib, böyüyüb və artıq hansısa bir klubun əsas heyət üzvü olmaq istəyir. Özünü ön planda görmək istəyir və Barcelona onun üçün gözəl bir şansdır. Və mən inanıram ki, Paris Saint-Germain də onu sata bilər. Amma ortaya belə bir sual çıxır. Barcola Barsaya lazımdır. Günümüzdə Barcola Barcelonaya nə verə bilər? Daha doğrusu, Barcolanın gəlişi kiminsə getmişinə bir işarədir, yoxsa yox? Barcolanın gəlişi məncə Rafinyanın komandadan ayrılmasına bir işarədir. Barcola sürətli və texnikal oyuncudur, möhtəşəm oyuncudur, amma beyni yoxdur. Çox beyinsiz oyuncudur. Və onu Barcelonaya gətirib Flikin əlinə versək, nəsə eləyə bilər. İnanıram, Flik onu adam eləyə bilər. Və ortaya belə bir sual çıxır. Rafinha nə edəcək? Mən açıq deyəcəm, dostlar, 99% belə deyim ki, Rafinha bu yay komandadan ayrılacaq. Bunu mənə şəxsən Deko özü deyib. Prosta demiş ki, heç kimə demə. Gizlin şəkildə sizə deyirəm, heç kimə deməyin. Məncə ayrılacaq. Çünki Əl-Hilal söhbətləri günü-gündən qızışır. Əl-Hilal Barcelona 100 milyon avro təklif edir və Rafinha'ya 4 qat maaş təklif edir. Bu ideal bir təklifdir. Barcelona bunu dəyərləndirməlidir. Kim ki deyir, Rafinha qalmalıdır, o nostalji hisslərlə yaşayanlar, o romantizasiya edənlər. Dostlar, Rafinha Barça üçün çox işlər gördü, razıyam. Amma bəzi şeyləri dəyişmək lazımdır. Rafinha Lionel Messi deyil. Rafinha Cristiano Ronaldo deyil, yaxşı sizin xətrinizə. Lionel Messi olsa deyərəm, hə, cəhənnəm, gətirin onu. O qalmalıdır. Rafinha'dır, okey. Rafinha 4 ilin verdi bu komandaya. Möhtəşəm işlər gördü. Əla, super.
söz yox. Amma 29 yaşı var, tez-tez zədələnir. Belə bir təklif var. Yaxşı pul gələ bilər və bu pula müdafiəçi alına bilər. Niyə də yox? Niyə də yox? Bunu biraz rasional şəkildə düşünmək lazımdır. Məncə Rafinha'ya gözəl bir təklif gəlsə, mütləq şəkildə Barsa bu təklifi dəyərləndirməlidir, mütləq. Yaxşı. Bizim əsas mövqeyimiz boş qalıb axı. Mərkəz müdafiəçisi. Kim oynayacaq mərkəzdə? Mən oynayacağam. Yəni bu komanda biraz düşünməlidir. Okey. İndi qaza gəlmək də olmaz. Real Madrid orada oyunçuları daşıdı, elədi. Dumfries, Cucurella, Konate, nə bilim Bernardo Silva. Bəziləri Bernardo Silva transferinə görə Barcelona qınayır. Sizin xəbəriniz var ki, Bernardo Silva transferi Real Madridə 3 ilə görə 80 milyon pul alacaq. 80 milyon avro pul aparacaq Real Madriddən. Lazım idi bu Barcelonaya 32 yaşlı oyuncu üçün. Əlbəttə daha uyğun şərtlərlə gəlsəydi Bernardo Silva okey. Amma bu şərtlərlə lazım deyil. Və Barcelona biraz rasional olmalıdır və biz azarkeşlər bir o qədər də panikaya düşməməliyik ki, ayda transferlər olmayacaq. Əgər bu komanda Gordon kimi oyuncuya 80 milyon avro verirsə may ayında, deməli bu komandanın az da olsa nəsə planı var. Laporta və Deco nəsə fikirləşib və inanıram ki, onlar mərkəz müdafiəçisi alacaqlar. Mənim istədiyim tək bir kandidat əlbəttə ki, Schlotterbergdir. Schlotterbergi görmək lazımdır. Mən artıq neçə aylardır ki, yalvarıram ki, Schlotterbergə baxın. Deco müəllim isə deyir ki, çox ağır müdafiəçidir. Real Madrid də Schlotterberglə maraqlanır. Nəsə Mourinho üçün Schlotterberg nəsə ağır gəlmir, amma Barcelona üçün və Deco üçün Schlotterberg ağırdır. Səbəb nədir mən anlaya bilmirəm. Schlotterberg olmasın, okey. Henkapieni alın. Henkapieni də çox bəyənirəm. Kimisə alın. Top səviyyədə olan elit klass müdafiəçi alın. Biz hücumu nə qədər gücləndirsək belə, hücuma prime Messini gətirsək belə, yarım müdafiəyə prime Busquetsi gətirsək belə, əgər müdafiəyə oyuncu almayacaqsa, bunun heç bir mənası yoxdur. Heç bir mənası yoxdur. Dostlar, belə növbəti buraxılışın sonuna çatdıq. Hər birinizə təşəkkür edirəm. Ürəyimdə olan hər şeyi dedim. Siz də əgər videonu bəyəndinizsə, mütləq şəkildə videonu bəyənib, şərh yazmağı unutmayın, paylaşın videonu və ən əsas məsələ səhifəyə abunə olun və buradan verilişimizin tərəfdaşı olan, yəni bizim forma təminatçımız olan Fanshop-a öz təşəkkürümü bildirmək istəyirəm. Fanshop az bizi gözəl formalarla təmin edir. Üzərində gördüyünüz bu Barcelona forması Fanshop az tərəfindəndir. Gördüyünüz bu Argentina millisinin Special Edition forması və İspaniya millisinin yeni mövsüm səfər forması Fanshop az tərəfindən mənə hədiyyə olunub. Təşəkkür edirəm Fanshop, yaxşı ki varsan. Siz də istədiyiniz komandanın, fərqi yoxdur, milli, xokkey, nə bilim klub, ürəyiniz hansı klubu istəyir? Meksikadan klub deyin, sizin üçün təşkil edəcəklər. Əlaqə vasitəsini bura qoyuram. Əlaqə saxlayıb istədiyiniz formanı əldə edə bilərsiniz. Burada futbol tarixində tək adam Lionel Messidir ki, o bu hərəkətə layiqdir. Göstərdim? Göstər abi. Messi, 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 Messi.